Bir çox insan maşını alarkən görünüşünə baxır, amma əsl vəziyyət kapotun altında gizlənir. Bu gün sizə izah edəcəyik avtomobil diaqnostikası nədir, necə işləyir və niyə hər sürücü üçün vacibdir. Avtomobil diaqnostikası maşının elektron sisteminin kompüter vasitəsilə yoxlanmasıdır. Müasir avtomobillərdə yüzlərlə sensor və idarə etmə sistemi var. Motor, sürətlər qutusu, ABS, hava yastığı və turbo sistemi. Hamısı kompüter tərəfindən idarə olunur. Diaqnostika zamanı xüsusi cihaz vasitəsilə avtomobili beyninə qoşulur və sistemdə olan bütün problemləri oxuyur. Məsələn, motor nasazlığı, turbo problemi, farsunkaların problemi, sensor nasazlığı, elektronika problemləri hamısı diaqnostikada görünə bilər. Ən böyük səhv bilirsiniz nədir? Problem böyüyəndən sonra servisə getmək. Vaxtında edilən diaqnostika bahalı təmirlərin qarşısını alır, yanacaq sərfiyyatını azaldır, maşının performansını qoruyur və təhlükəsizliyi artırır. Bəzən maşın heç bir simptom vermədən problemi saxlayır. Sürücü hiss etməsə də sistem artıq xəta yazır. Əgər bunu vaxtında tapsan, ucuz həll olunur. Geciksən, mühərrik, turbo və ya ötürücülər qutusu zədə ala bilər. İkinci əl maşın alarkən diaqnostika etməmək ən böyük səhvlərdən biridir. Çünki bəzi problemlər gizlədilə bilir. Səhv kodları silinir, çek söndürülür. Yəni qısa desək, müvəqqəti düzəliş edilir. Peşəkar diaqnostika zamanı isə real yürüyüş, motorun vəziyyəti, elektron problemlər və gizli xətalar ortaya çıxır. Yəni bir diaqnostika minlərlə manat zərərin qarşısını ala bilər. İndi isə qısa şəkildə proses necə olur sizə izah edim. OBD cihaz maşına qoşulur, sistem tam olaraq skan edilir, xəta kodları oxunur, canlı göstəricilər isə analiz edilir və bununla da problemin mənbəyi təyin olunur. Sadəcə kod oxumaq kifayət deyil. Əsas məsələ bu problemin səbəbini tam olaraq düzgün tapmaqdır. Unutmayın, maşın problem çıxarmamış, yoxlama etdirmək həm sizi xərcdən, həm də riskdən qoruyur. Əgər siz də avtomobilinizin tam olaraq vəziyyətini bilmək istəyirsinizsə, mütləq şəkildə diaqnostika elətdirin. Belə avtomobil videolarının davamı üçün kanala abunə olmağı unutmayın. Bəs siz diaqnostika zamanı heç gözləmədiyiniz bir problemlə rastlaşıbsınız?